Salam, bu videomda sizlər üçün İngilis dili dərsliyindən 8-ci siniflərə aid olan dərslikdən səhifə 82 və 83-ün izahını paylaşacağım. İlk öncə ekranda reading deyə bir yazı görürük və bilirik ki, oxu mətnlərini bildirir, oxuma mənasını bildirir. Birinci tapşırığımızda look at the photo of the house and discuss the questions. Şəkildəki evə bax və sualları müzakirə et. Suallar isə why do you think people enjoy living there? Səncə insanlar burada yaşamaqdan niyə zövq alır? What do you think it's like inside? Səncə onun içərisi necədir? İndi biz bu suallara cavab verməmişdən əvvəl aşağıdakı bu mətnimizi oxumalıyıq və sonda siz öz fikirlərinizə uyğun, mətnimizə uyğun bu sualları cavablandırmalısınız. İndi keçib mətnimizi oxuyaq. The history of Casa de Penodo began one spring day in 1973. Casa de Penodo'nun tarixi bir yaz günündə 1973-cü ildə başladı. Witter's parents saw the four rocks and decided to build a house between them. Witter'ın valideynləri 4 qayanı gördülər və qərara aldılar ki, onun arasında ev tiksinlər. It took them about a year. Bu onlara bir ilə başa gəldi. To build the house. Evi tikmək onlara bir ilə başa gəldi. He wanted to have a place to spend holidays or weekends in the middle of nature, but without spoiling the landscape. O, təbiətin ortasında, amma mənzərəyə zərər vermədən həftə sonunu və yaxud da ki, tətilini keçirmək üçün yer istəyirdi. My parents were born in the 1930s and 1940s. Mənim valideynlərim 1930 və 40-cı illərdə anadan olublar. At that time, there wasn't much technology in the country. Həmin vaxtı ölkədə çoxlu texnologiya olmayıb. They wanted to relive the good old days without technology here at Casa de Penodo. Onlar burada Casa de Penodo'da texnologiyasız, deməli, qəşəng köhnə günləri yaşamaq istəyiblər. So they decided not to have any modern conveniences in the house. Buna görə də onlar qərarı alıblar ki, evdə yeni müasir texnologiyalar olmasın. Witter's father believed that television messed up the family life. Witter'ın atası inanır ki, televizor deməli, ailə həyatını dağıdır. Also, qarışdırır da belə. Also, he didn't want to have a telephone. O həmçinin telefonu da istəmir. Casa de Penodo still has no telephone, television or electricity. However, it has water and gas. Casa de Penodo'nun hələ də televizoru, telefonu və elektriki yoxdur. Baxmayaraq ki, suyu və qazı var. Everything is like in a normal house. Hər şey normal evə bənzəyir. But without technology. Amma texnologiyasız. Explains Witter. Witter izah etdi. We want to say that it's possible to live without technology in the 21st century. Biz bildirmək istəyirik ki, 21-ci əsrdə də texnologiyasız yaşamaq. In fact, if we think about it, there are still many parts of the world where people don't have access to electricity or technology, says Witter. Faktiki olaraq, əgər düşünsək ki, deməli, dünyanın çox hissələrində hələ də insanlarda elektrik və texnologiyalara giriş yoxdur, Witter dedi. The house began to attract more interest when a Japanese television station made a program about the architecture of Casa de Penodo. Ev, deməli, Yapon televiziya stansiyasında, deməli, Casa de Penodo'nun memarlığı ilə bağlı proqram olduqda daha çox diqqəti cəlb eləməyə başladı.
A lot of tourists started to visit the house. Çoxlu turistlər evə baş çəkməyə başladılar, səyahət etməyə başladılar. There are different activities as Casa de Penado and visitors enjoy doing them in the open air. Casa de Penado da müxtəlif fəaliyyətlər var ki, səyahətçilər, baş çəkənlər açıq havada bunu etməkdən zövq alırlar. One of them is a guided tour. Bunlardan biri bələdçi turudur. The guide tells the history of the house and explains its architecture. Bələdçi evin tarixini deyir və onun memarlığını izah edir. However, the family asked the visitors not to take videos, photographs inside the house because it continues to be a family holiday home. Ailəm turistlərdən, baş çəkənlərdən xahiş edirlər ki, evdə, içəridə video şəkil çəkməsinlər. Çünki bu hələ də ailənin tətil evi olmağa davam edir. Most visitors spend the day enjoying the landscape from the top of the mountain, watching the stars at night, swimming in a pool, on a rock or being a shepherd for a day. Bəzi turistlər deməli, dağın təpəsində mənzərəyə baxmaqla vaxtını keçirərək bu cür zövq alırlar. Bəziləri ulduzlara baxırlar axşamlar, bəziləri qayalarda ki, gölməçədə üzürlər və yaxud da bir günlük çobanlıq edirlər. It's possible to do a shepherding program. Çobanlıq üçün proqramdan istifadə etmək mümkündür. We have a shepherd here who teaches visitors how to take care of sheep, says Vitor. Vitor deyir ki, bizim burada çobanımız var ki, o turistlərə qoyunların necə qayğısına qalmalı olduğunu. In the future, we are going to provide accommodation on the mountain. Gələcəkdə biz dağlarda yaşamağı təmin etməyə hazırlaşırıq. So we will be able to receive a lot of people. Belə ki, biz çoxlu insan qəbul edəcəyik. And they can stay here a little longer with us, says Vitor. Onlar burada biraz daha çox qala biləcəklər, Vitor dedi. İndi burada bizim 8 ədəd sualımız var və onların cavabını mətnə uyğun cavablandırmalıyıq. Birinci sualımız: When did the family first see Casa de Penado? İlk dəfə nə vaxt görüblər Casa de Penadonu? Deməli, one spring day in 1973. 1973-cü ilin bir yaz günündə. Bütöv əgər cümləni yazmaq istəsəniz bu şəkildə yaza bilərsiniz. The family first see Casa de Penado. Bu hissəni yazdıqdan sonra buranı yazacaqsınız. One spring day in 1973. İkinci sualım. How long did it take them to complete the construction? Tikməyi tamamlamaq onların neçə müddət vaxtını aldı? Bu hissələri silim ki, artıq cavabları sizə göstərə bilim. Aha. Deməli, neçə müddət vaxtlarını aldı? It took them about a year to build the house. Deməli, ikinci sualımın cavabı bax budur. Bu da birinci sualımın cavabı idi. Üçüncü tapşırıqda isə bizə deyir ki, A və D. Yəni, baxın, A, B, C, D. Bu cür variantlarla verilmiş cümlələr var və 4 hərf verilib bizə. Burada isə 3 cümlə verilib. Yəni, 3 cümləni o hərflərə aid edəcəyik. Biri artıq qalacaq, onu tapmalıyıq. Birinci cümləmizdə deyir ki, some even jumped over the fences just to take a picture. Bəziləri sadəcə şəkil çəkdirmək üçün hasardan hoppanırmış. Tam bu cür cümləmiz yoxdur, amma turistlərin diqqətini çəkdi, evə baş çəkməyə gəldilər. Bu cümləni buna aid eləyək. İkincidə Casa de Penado is an experience of spending a day or the weekend without discomfort. Bu komfortlar olmamış gün keçirmək üçün təcrübəli bir yerdir Casa de Penado.
O da baxın don't have access electricity or technologies says Twitter. Bax bu da bir variantıdır. Visitors can have the experience of doing his job for a day. Səyahətçilər gün ərzində bir günlük təcrübə qazana bilərlər. Bu da var idi bizdə a day. For a day. Bax bu cümlədə D variantıdır. Deməli B, C, D var, A variantı yoxdur. Ekstra olanımız A idi. Daha sonra 4-cü tapşırıqda isə bizə öz partnerinlə bu sualları müzakirə edib cavablandır. Would you like to visit Casa de Penado one day? Why or why not? Casa de Penado'ya bir gün səyahət etmək istəyərdin. Niyə hə, niyə yox? What kind of people do you think would like to visit this place? Young, middle-aged or elderly? Explain. Sənin düşüncənlə bu yerə necə, hansı yaşlı olan biri səyahət etmək istəyər? Cavan, orta yaşlı, yoxsa yaşlı? İzah et. Bu sualların cavabını öz fikirlərinizə uyğun qeyd edib yoldaşınızla müzakirə edin. Bu qədər səhifə 82 və 83-cün izahı da bura qədərdir. Ümidvaram izahlarım sizlər üçün faydalı olar və doğru şəkildə yararlana bilərsiniz. Bu qədər izlədiyiniz üçün sağ olun.